Ölkəmizdə görə biləcəyiniz ən nadir Mercedeslərdən biri Mercedes E-Class. Bəlkə də çoxunuzun ilk dəfə eşitdiyi Mercedes W251 modeli nə crossoverdir, nə də sedan, bu əsl sürətli və komfortlu ailə minivanıdır. Kapot altında M273 indeksli 5,5 litrli sadə V8 mühərrik yatır, 382 at gücü hasil edir və 530 Nm fırlanma anı verir ki, avtomobildə simfoniya kimi səs boğducu səsi var. Avtomobilin gövdəsini tərpədir. Mercedesin klassik radiator barmaqlı, parking radarlar, duman ilə işıqlandırma, keçmiş maybaqları xatırladan ön fənər, onların yuyulması, 255-55 29 ölçüdə təkərlər, güzgülərdə dönmə işıqlarının təkrarlayıcı, ətrafda bolluca xrom, panoramik lük tavan, avtomobilə açarsız giriş və yalnız 95 premium benzin tutan 80 litrlik yanacaq çəni var. Həmçinin bu şüşə də nəfəslik rolunu oynayır, avtomobildə salondan açılır. Heç bir Mercedeslə səhv salmayacağınız arxa görüntüsü olan R-Class-da R5 yazısı, lakin mühərrik 5,5 litrlikdir. Formatik avtomobil tam çəkimlidir, iri xrom ayaqaltı var burada. İki səs boğucu başlığı zavoddan artıq quraşdırılmış qoşqu yeri və bagaj qapısının da düymə vasitəsilə açılması mövcuddur. Avtomobildə 3-cü sıra oturacaqlar da quraşdırıla bilir. 600 litrdən artıq bagaj həcmi, hər yerdə asılqanlar, stəkan altlığı, hava ventləri, örtük altında əlavə yük yeri, digər örtük altında isə ehtiyat təkər və Harman Kardon səs sisteminin subwooferi yerləşdirilib. Düymə vasitəsilə də bagaj qapısı bu şəkildə sürətli özdə bağlanır. R-Class-da dəri ilə üzlənmiş çox geniş arxa qapılar mövcuddur. Hətta onları bağlamaq üçün bir balaca uzanmaq lazımdır ki, rahat bağlaya bilərsən. Xrom əl dəstəkləri, arxa pərdələr, geniş diz məsafəsi, hətta oturacaqların altında da yer var ki, ayaqları ora rahat uzada bilirsən. Eləcə də arxa oturacaqlarının mexaniki yolla kürəyini idarə etmək mümkündür. Geniş panoramik lük, komfortlu arxa divan, izafikslər, həmçinin orta oturacağın dirseğatlığına çevrilməsi, klassik Mercedeslərdə olduğu kimi pult vasitəsilə arxa monitorların idarə olunması, hava kanallarının mexaniki idarə olunması, 12 voltluq elektrik yuvası, arxa oturacaqların 2 ədəd isidicisi, həmçinin DJ vasitəsilə hava temperaturunu da idarə etməsi mövcuddur. R-Class-ın ön qapıları da çox maraqlı tərzdə işlənib. Harman Kardon səs sistemli, bagaj qapısının buradan da açılmağı, görürsünüz şüşələrin idarə etmə bloku nisbətən vertikal işlənib ki, sürücü dirseğini bura yerləşdirəndə onun idarə etməsi rahat olsun onun üçün. Həmçinin kiçik bir düymə var ki, arxa şüşələrin nəfəslik olan hissəsini idarə etmək üçün də elektron düymələrlə açılır və bağlanır. Ayaqaltılarda xromlu Mercedes-Benz loqosu, ön oturacaqların elektron idarə olunması, üçlü yaddaş paketi, həmçinin bel dəstəyi də burada mövcuddur. Parklanma əyləci ayaq vasitəsilə idarə olunur. İşıqlandırma bloku, sükanın dərinliyə və hündürlüyə görə elektron nizamlanması, sükanın arxasında transmisiyanın keçid yarpaqları və transmisiya başlığı da sükanın arxasında yerləşdirilib. Orta konsolda monitor sanki havada dayanır. Monitordan aşağıda klimat kontrolünü idarə etmə bloku, ön oturacaqların isitməsi və soyutması, həmçinin R-Class-da bir minivanda komfort və sport rejim idarə etmə mövcuddur. Dirseğatlığımız dəri ilə üzlənib, içi parçalıdır. Həmçinin əlavə bir aşağıda da yük yeri mövcuddur. 2 stəkan altlığımız var. Bura həm böyük şüşələr yerləşdirə bilərsiniz. Kiçik bir şüşə yerləşdirsəniz, baxın onun belə bir dəstəyi var. Hətta stəkan altlıqlarının işıqlandırması belə mövcuddur. Külqabı, 12 voltluq elektrik yuvası və ondan öndə də əlavə yük yerləri mövcuddur. Sürücü və sərnişinlərin başı üzərində geniş bir panoramik lük tavan mövcuddur. Pərdələri bu şəkildə sinxron açılır. Həmçinin ön hissədə lükü də tam şəkildə açmaq mümkündür. Düyməyə sıxı saxlamaqla da pərdələr bağlanır yenidən və avtomobildə tündləşdirilmiş bir görüntü yaradır. Həmçinin yayda da bundan istifadə etmək olar ki, gündən əziyyət çəkməyəsiniz. Geniş bir sandıqçamız var və içi də parçalıdır. Avtomobildə ön hissədə klassik Mercedeslərin stilinə uyğun ağac işləmələr, xrom, həmçinin ön konsol çox genişdir. Parking radarlar isə baxın ön hissədə yerləşdirilib və indikasiyalıdır. Klassik Mercedes tərzinə uyğun. Arxada isə düz bagaj ərazisində dayanıb ki, buradan güzgü vasitəsilə onu izləyə bilirsən. R-Class-ın açarı da klassik Mercedes açarlarındandır. Dəli minivanı işə saldıq. Təhlükəsiz kəmərini bağlayan kimi o səni qır. Mercedes təhlükəsizliyi. Driver verək, hələ ki komfort rejimdə idarə edirik avtomobili. Yoxlayaq ki, komfortla sport rejimin arasında nə fərqlər mövcuddur. İlk dəfədir ki, bu tərzdə bir avtomobil idarə edirəm. Xüsusilə də
5,5 litrlik 8 silindrli atmosfer mühərrikli bir avtomobildir. Bu minivandır. Təsəvvür edin ki, siz ailə uşaqla, yəni 8 silindrli minivanda hərəkət edirsiniz. Çox dinamikdir. Hələ komfort rejimdə də belə reaksiya verir qaz pedalına. Yəni bu avtomobil kimin yanından keçsə, düşünməz ki, bu minivanın kapotu altında 8 silindrli bir 5,5 litrlik mühərrik yatır. Sabit səssiz hərəkət edir avtomobil. Askı sistemi olduqca yumuşaqdır. Baxın, bugün biz küləkli bir şəraitdə çəkiliş eləyirdik. Salon da eləcə də çox kip yığılıb və olduqca səssiz salonu var. Bəlkə də bütün minivanların S-klasıdır. Həm çox dinamikdir, həm də olduqca geniş bir avtomobildir. Xüsusilə də ailə üçün, yaxud ailə yaxud fərqi yoxdur. Ümumiyyətlə tək ola bilərsiniz, amma olduqca nadir bir tapıntıdır bu bizim Azərbaycan yollarında bu R-Class. Yəni yerindəcə sport rejimə keçirdək. Sport rejimdə clearance nisbətən aşağı düşür və avtomobilin aerodinamikasına xüsusi təsir eləyir. Eləcə də yanacaq sərfiyyatında da uzun tras yolda xüsusi təsir edir ki, yanacaq sərfiyyatı da azalsın. Dinamika həmin an dəyişildi. Daha hissiyatçı oldu qaz pedalı. Transmisiyanın keçiş yarpaqları ilə də idarə etmək maraqlı bir histir minivandır. Çox qəribə hisslər verir avtomobil. Düşünürsən ki, sanki bir Mercedes-in 5,5 litrli mühərriki olan sedanında hərəkət edirsən, amma bu minivandır. Bizim yollarda R-Class-ı olduqca nadir görə bilərsiniz. Bəlkə də heç R-Class-ın mövcudluğundan çox az adam xəbərdardır. R-Class buraxılarkən onun model sırasını yaxud kuzov növünü çox az adam təyin edə bilirdi. Çoxları düşünürdü ki, bu crossoverdir yaxud sedandır. Amma bu əslində əsl minivandır. Ölçüləri baxımından bir balaca proporsiyalarda çox oxşaya bilər. Clearance olduqca yüksəkdir. Crossover kimi də hərəkət etdirə bilərsiniz bu avtomobili. Çünki tam çəkimlidir. Formatik sistem dayanır burada. Gündəlik istismar üçün yararlıdır. Ailə uşaqla harasa getmək üçün geniş salonu var, əladır. Dinamik bir idman avtomobili istəyirsinizsə, yenə var. İdarə olunması inandırıram sizi ki, yəni sedandan fərqlənmir. Çox iti sükan var burada. Həmin an reaksiya verən mühərrik, əla gedişi. Yanacaq sərfiyyatından şikayətçi ola bilərsiniz, bu da normaldır. Ümumiyyətlə 4 litrin üstündə dayanan bütün mühərriklərin iştahı əmin olun ki, çoxdur. R-Class müxtəlif mühərrik növləri ilə istehsal olunub. Həm dizel, həm də benzin. Ən flaqman R-Class isə R63 AMG olub ki, 6,2 litrli V8 mühərriklə istehsal olunub. Mən bildiyim məlumatca o avtomobildən Azərbaycanda yoxdur. Ümumiyyətlə limitli sayda istehsal olunub. R-Class həm qısa bazada, həm də uzun bazada, yəni R-Long olaraq bu hal-hazırda idarə etdiyimiz avtomobil long bazada istehsal olunub, yəni uzun versiya avtomobildir. Ən optimal mühərriklərdən biridir bu hal-hazırda idarə etdiyimiz R-Class-ın mühərriki. 5,5 litrli sadə V8 uzun ömürlü dayanıqlı mühərriklərdən sayılır. 6,2 saniyəyə 0-dan 100-ə kimi sürətlənir. Təsəvvür edin, 2 tondan artıq çəkisi olan və bu uzunluqda, genişlikdə olan bir minivan 6 saniyəyə 0-100 edir. Bir çox sedanların bugünkü gün edə bilmədiyi nə edir bu Mercedes? R63 AMG-nin hətta bir lozunqu olub ki, uşaqlarınız heç vaxt dərsə gecikməyəcək. Bir ailə minivanı olaraq uşaqlarınızı rahat dərsə vaxtında çatdıra biləcəksiniz. Mən deyirəm ki, bu avtomobil olduqca universaldır. Şaxəli bir istismarı yararlıdır. Həm crossoverdir, təkrar olmasın, həm sedandır, həm minivandır. 2010-cu il istehsalı olan bu R500 vaxtı ilə 60.000 avrodan artıq bir qiymətə satılıb Almaniyada. Hal-hazırda bu avtomobili olduqca qat-qat aşağı qiymətə əldə etmək olar. Mən düşünürəm ki, qeyri-adi avtomobil sevənlər üçün, ümumiyyətlə seçilən bir avtomobil almaq üçün əla bir seçim olar R-Class. Üstəlik də bu 8 silindrli, olduqca dözümlü bir mühərriklə. Askı sistemi olduqca yumuşaqdır. Maşında heç bir narahatçılıq hələ ki mən hiss eləmədim. Səssiz salon, geniş komplektasiya, oturacaq içici və s. və s.